Bu rənglərə görə xahiş edirəm, qara kraskalı xanımlar bizi çox da narahat eləməyin. Çünki nəyə görə qara kraskalı xanımlarda bax bu rəng almaq mümkün deyil. Bu rənglər mikrobalyajdır. Xanımın saçlarında 85% ağarma var və biz o ağarmaya uyğun, 85% saçın ağarmasına uyğun çox gözəl bir balyaj elədik. Qabaq hissələri facelight elədik ki, qabaq hissələrinin ağarması daha çox olduğuna görə arxa hissələrdə mikrobalyaj yığdıq. Və super bir kəsim var burada. Görün nə gözəlliyində bir işləmə elədik. Doğrudan da bizim əl işimizdən, yəni bunu mən özümü tərifləmək üçün demirəm, özünüz də görürsünüz ki, yoxdur. Yəni burada o qədər ideal işləmə var ki, bax, kimin saçlarında ağlar varsa 85%, daha 90%, bax belə mikrobalyajlar yığa bilər. Doğrudan da ağlar çıxanda burada çox görünməyəcək, gözə çarpmayacaq. Və burada kəsimə baxın, qiymət qoyun, videomuzun altından bol-bol komment yazın və yenə də xahiş edirəm. Kimin saçlarında qara kraska varsa, bax bu rənglərə görə bizi narahat eləməsinlər. Yəni bəzən yığırlar bizi, vaxtımızı alırlar, zamanımızı alırlar. Yəni sonra bir neçə danışandan sonra deyirlər saçımda qara kraska var. Doğrudan da adamın hayfı gəlir ki, o boyda vaxt keçirmişim. Bir dəfəlik yığanda deyin ki, saçımda qara kraska var, biz də sizə indidən məlumat verək.